Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Hər dəfə səhnəyə çıxacağım anda böyük məsuliyyət hiss edirəm. Bugün gənclər çox sərbəst çıxırlar, amma səhnədə heç nə edə bilmirlər. Bizim böyük sənətkarlarımız belə uzun illər o məsuliyyəti hiss edib. Xəbər verilir ki, bu sözləri xalq artisti Nasbəri Dostaliyeva həmin zar verilişinə deyib. Sənətçi mahnılarını ifa edən gənclərə də tövsiyə edib. Düşünürəm ki, məndən sonra da mahnılarım yaşayacaqsa, mən də yaşayacağam. Amma gənclərə bir tövsiyəm var. Əgər onun öhdəsindən gözəl gələ biləcəksinizsə, ifa edin. Mahnıların qol qabarıqlarını sındırıb, onları məndən qabaq qəbirstanlığa göndərməyin.